təqdim edin. Mən 44 günlük müharibənin qaçısı Olenikov Tural Coşqun oldu. Bura nə üçün gəlmisiniz? Bura onun üçün gəlmişəm ki, mənim qaziliyimi verin. Nəyə görə vermirlər? Səbəb nə göstərir? Yəni mən sənədlərim qaydasında deyil də, elə bir ki, hər kimin qabağına çıxıb eləsi bir cür söz yazır. Mən Mingəçevir xəstəxanasında yatmamışam, onu götürüb mənim qoşuma 11-mə Mingəçevir xəstəxanası yazır. Mənim burnum yaralanıb, 2 güllə yarası, 117 dənə də qəlpə var mənim bədənimdə. Yəni baxa da bilərsiniz. Bu tikilib yapışdırılır əlavə. Bəli, mülki xəstəxanada əməliyyat olunub, onun kağızı da var. Dövlətimizin etməli olduğu əməliyyatı, dövlətimizin etməli olduğu əməliyyatı mülki xəstəxanadan mənə həkim görüb, çağırıb eləyib, pulsuz sağ olsun. Qəlpə var idi burnunuzda? Bəli, burnumu qəlpə aparmışdı. Yəni buna görə də mən istəyirəm ki, mənim işimə baxılsın. Siz Əlillərin Bərpa Mərkəzində əyani baxışdan keçmisiniz? Mən hər yerdə əyani baxışdan keçmişəm. Məsələn, burada mənim sənədlərim var ki, burada mənim bəzi sənədlərim var ki, mən Papalinka hospitalına yaxınlaşıram. Bəli. Mənim bu sənədimin kağızını bir dəqiqə göstəreyim. Sizə qoyulan diaqnoz xəstəlik nədir? Mənə qoyulan yüngül yazılıb, amma mən yüngül yaralı deyiləm. Papalinka hospitalının peçatı və imzası. Yəni baxa bilərsiniz. Bu bir üzüdür. Papalinka hospitalının üzü. Burada yazılan qərara əsasən burada qərar yollanmalıdır. Amma lakin o qərar yollanmayıb. Hal-hazırda mən bu kağızı Papalinka hospitalında göstərirəm. Deyirəm ki, bu qərarın cavabı hardadır? Deyirlər ki, belə bir kağız yoxdur. Sən bu kağızı hardan tapmısan? Fakt burada öz yazdıqları qərara əsasən danırlar. Yəni düzgün bir şey deyil də. Xahiş edirəm buna baxılsın da. Yəni heç kim baxmır. Nə iş görək, neyniyək? Orada həkimin adı nə gedir? Burada tip xidmət polkovniki Abbas Quliyev. Bəlkə də o şey bəstə qalxıb polkovnik zad olub. Neçənci illə gör neçənci il oldu. 2021-ci il. Həmin şəxsi həmin o tibb mərkəzinə gedəndə soruşmamısınız? Xeyr, yoxdur. Həmin şəxsi soruşuram, deyir ki, yoxdur. Belə bir adam olmur. Amma fakt sübut Papalin tibb xidmət polkovniki yazılıb, gördüyünüz kimi adı da yazılıb. Yəni nə vaxtda kimi belə olacaq? Qazilər haqqını tələb eləyir, da belə də olmazdı. Haqqımızı yeyirlər. Xahiş edirəm ki, buna baxılsın. Nə vaxtda kimi qazilərin haqqını yeyəcəklər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin qəbulunda olmuşsunuz. Xeyr, orada olmamış. Çağırmayıb. Hər bir gün gedirik, ancaq bildikləri söz gözlə, 3 gün gözlə, sabah gəl, o birisi gün nə vaxtda kimi. Hər şey pul gözləyirsiniz. Neçə ildir gözləyirsiniz? 2025-də 5 il keçir. 5 ildir biz gözləyirik. Bəli. İşləyə bilmirik. Burnunuzun əməliyyatını necə etdiniz? Burnumun əməliyyatını canlı açmışdım. Rauf haqq verdi. Gördü. Canlı yayında, bəli, canlı yayında gördülər. Ürəklərinin rəhmi gəldi, çağırdılar mənə, əməliyyat elədilər. Yaşad fondu sizə dəstək olur? Xeyr, Yaşad fondu dəstək olmur. Sığorta nəsə, sığorta almışsınız? Sığorta 550 manat pul verir. 550 manatı neyniyək? Mənim elə dərmanlarım oturub da bu günə kimi istifadə etdiyim dərmanları oturub hesablasam bəlkə 30-40 min pul verir. Nəfəs almanız necədir? Nəfəs almam ağır. Bədənimdə hal-hazırda 97 dənə mənim qəlpə var, 2 güllə yara. Və müalicələr ala bilirsiniz? Müalicələr ancaq dərman, zat, belə. Dərmanla insan nə vaxtda kimi yaşayacaq? Yəni bu dərəcə olmazdı. Burada kimdən görüşmək istəyərdiniz? Burada istəyərdim bir dənə cavabdeh şəxs yaxınlaşsın. Desin ki, falan yerə yaxınlaş, oraya yaxınlaş, buraya yaxınlaş. Nazirlər Kabinetində qəbul şöbəsində olmaq istəyirsiniz? Bəli. Polis köməklik göstərərsiniz? Qarabağ müharibəsində iştirak. Yaxınlaşarıq Nazirlər Kabineti qəbul şöbəsinə. Bir də ərizə yazarsan, oradan da yaxınlaşarıq sən bir daha şey. Demirəm.